Salam dəyərli dinləyicilər. İşdən söhbətin bugünkü qonağı Leyla Novruzdur. Salam Leyla xanım, necəsiniz? Yaxşıyam, çox sağ olun. Leyla xanım, təşəkkür edirəm ki, bizim təklifimizi qəbul edib bugünkü proqramda bizə qoşuldunuz. Əminəm ki, izləyicilərimizin əksər hissəsi sizi tanıyırlar. İşgüzar mühitdə bir professional nüfuzunuz var, peşəkar bir nüfuzunuz var. Mən özüm də sizi sosial şəbəkələrdə yaxından izləyirəm. Amma buna baxmayaraq yenə də ənənəvi sualımı birinci olaraq sizə vermək istəyirəm mövzunu elan etməmişdən öncə. Leyla Novruz kimdir? Mən karyera və uğur koçuyam. Bugün mən özümü belə adlandırıram. Və çox zəngin HR təcrübəsi olan bir koçam. Artıq uzun müddət HR təcrübəniz olub sizin. Mən sizinlə bağlı bir neçə məqalələr oxumuşam. Başda da qeyd etdiyim kimi sosial şəbəkələrdə də sizi izləyirəm. Və burada sizinlə bağlı hətta bir məqalə də oxumuşdum ki, siz ilk öncə tərcüməçi kimi başlamısınız. Hətta sizin bir freziniz də yadıma düşür ki, English is my first love and is my future. Bunun kimi bir sözünüz də var idi və tərcüməçi kimi başlayıb HR vice prezidentə qədər yüksəlmisiniz. Peşəkar təcrübəniz olub, amma burada o oxuduğum məqalədən biraz kənara çıxmaq istəyirəm bu günləri. Mən mövzunu düşünürəm ki, sizin HR vice prezidentdən, direktordan coachingə necə keçid etdiniz, bu mövzuya toxunaq bu günləri. Ümumiyyətlə career coaching nədir və siz bu career coaching məsələsini bir əmək bazarında bir brendə çevirmisiniz özünüz üçün, bir personal brandiniz var belə deyərdim. Və bu məsələyə toxunmaq istəyirdim və mənə özümə də maraqlı idi o mövzunu təyin edəndə ki, necə oldu bu qərara gəldiniz, hansı motivasiyalar yatırdı bu addımın arxasında. Və ilk sualımı bu formada vermək istəyirəm ki, korporativ mühitdən coachingə keçidiniz necə oldu? Arxasında hansı motivasiya yatırdı? Bu mövzulara xahiş edirəm toxunaq. Mən HR-da işləyərək, HR vitse-prezident vəzifəsində, HR direktor vəzifəsində olaraq coaching mənim çox işimin böyük bir hissəsi idi. O deməkdir ki, biraz düzgün səslənməz desəm ki, mən HR karyeramı sona çatdırıb, sonra coachinglə başlamışam məşğul olmağa. Xeyr. Bugünkü gün mən coach kimi yəqin ki, uğurlu ola bilməzdim, əgər mən bu HR təcrübəm olmasaydı. Və belə deyə bilərəm ki, axırıncı 10 il, BP-də işlədiyim 10 ili, işimin ən xoşladığım, ən də ki, çox vaxt sərf elədiyim bir sahəsi HR-ın içində coaching idi. Və nəyə görə? Mən həmişə özümə çox sual verirdim. İnsanlara baxaraq, onların davranışlarına baxaraq, özlərini bir iclasda necə aparırlar, bir-birinə münasibət. Mən çox suallar verirdim özümə. Nəyə görə? Baxırsan ki, kiminsə biliyi çoxdur, yaxşı işləyir. Amma gəlib o adamı bir lider kimi, bir belə peşəkar kimi çox da uğurlu adlandırmaq olmur. Belə deyə bilmərəm ki, ətrafında insanlar yığışır, ondan məsləhət soruşur. Bəzi vaxtda da görürsən ki, elə sənə gəlir ki, bir adı bilikli bir adamdır. Performansı da belə deyə yaxşı işləyir, amma çox da belə nəsə başqalarından çox işləmir. Amma görürsən ki, bir rəhbər kimi çox uğurludur. Onun ətrafında insanlar yığılır, ona qulaq asırlar, onun məsləhətini alırlar. Mən özümə o sualı verirdim ki, nəyə görə bu olur? Hansı xəssiyyətlər olmalıdır? Hansı düşüncə tərzi olmalıdır ki, kimsə uğurlu olsun, kimsə o qədər də uğurlu olmasın. Yenə də uğurlu deyəndə də bu çox belə geniş sözdür. Uğuru digər başa düşür. Bu kontekstdə mən uğuru bir rəhbər kimi, bir professional kimi uğurlu istifadə edirəm bu sözü. Ümumiyyətlə bu sualı özümə verirdim və fikir verirdim ki, nə lazımdır? Əgər kiminsə o uğurlu olmağa nəyisə çatmır, hansısa bir düşün, mən ona necə kömək edə bilərəm, hansı məsləhət verə bilərəm, necə onu yönəldə bilərəm. Belə deyək də, görürəm ki, kimsə yaxşı işləyir, çox belə də yaxşı bir, xoş bir şəxsiyyəti var, amma özünü ifadə eləyə bilmir, özü haqqında danışa bilmir. Mən HR kimi də o adama yaxınlaşıb həmişə deyirdim ki, gəl söhbət eləyək, bəlkə nəyə görə bunu eləmirsən, filan bəlkə bir usuldan istifadə eləyəsən, yəni ona çox həvəsim var idi, onu özüm eləmək istirdim. Bir də ki, mən neft və qaz sahəsində işləyərkən, özüm qadın olarkən həmişə gördüm ki, qadınlar biraz çətinlik çəkir, çünki çox belə də bir kişi mühitidir də. İndi dəyişilib düzdür, indi daha da çox qadın çalışır, istəyir bir peşəkət olsun, istəyir başqa neft və qaz sənayesində, amma vaxtlar biraz qadınların sayı texniki peşələrdə çox az idi. Ona görə mən görürdüm ki, onlar çətinlik çəkirlər, sözünü deyə bilmirlər, özünü eşitdirə bilmirlər, otaqda bir söz deyirlər və qadın bir söz deyir, heç kəs fikir vermir. Sonra həmin o fikri bir
kişi dedikdə deyir otaqda, daha- o saat ona qulaq asırlar ki, bu nədir. Ona görə onlara da kömək eləmək istəyirdim. Mən həmişə qadınlarla işləyirdim ki, onları daha belə də qadın kimi ünsiyyət qurmaq, necə özünü eşitdirmək, bu mövzular mənə həmişə maraqlı olub. Ona görə bunu biraz uzun başlanğıcılıq oldu, amma demək istəyirəm ki, mənim HR-dan coachinga keçməyim o bir təbii oldu o barədə. Çünki mən fikirləşəndə ki, BP şirkətindən ayrılandan sonra 21-ci ildə və fikirləşəndə ki, mən bundan sonra nə ilə məşğul olmaq istəyirəm və elə bir fikrə gəlmişdim ki, korporasiyaya daha qayıtmayam, kifayət qədər korporasiyada işləmişəm, öz biznesimi quram. Bu sual mənim üçün çox, bu məqam çox vacib oldur ki, mən öz, necə deyirlər, xoşladığım bir sahəni və xoşladığım və də bacardığım bir sahəni bir yerə gətirdim, onu öz peşəm elədim. Məhz buna görə idimi siz karyer koç oldunuz? Çünki coachingin bir neçə növü var. Siz məsələn qeyd etdiniz ki, qadınların işgüzar mühitdə səslərini çatdırmasında sıxıntılarını görürdünüz. Yəni bu life coach da ola bilərdiniz və yaxud da coachingin başqa növləri var. Yəni məhz bu idimi yəni karyer koç olma səbəbi? HR təcrübəsinin olmasımı? HR təcrübəsi olması əlbəttə ki, bu böyük bir hissəsidir bu qərarın. Ondan başqa mənim karyeram elə gətirdi ki, mən digər ölkələrdə işlədim və 1 il Pakistanda, 4 il Rusiyada, 4 ilə yaxın Amerikada, Houston şəhərində, Texasın Houston şəhərində. Ondan sonra Azərbaycana vitse-prezident vəzifəsinə qayıtdım. 5 il o pozisiyada çalışdım. Azərbaycan, Gürcüstan, Türkiyə 3 ölkə ilə işləyirdim. Ondan sonra 18-ci ildə Londona köçəndən sonra BP-nin Global Business servislərinin HR direktoru kimi mən 6 ölkə ilə işləyirdim və o ölkələr çox bir-birindən fərqli ölkələr idi. Mədəniyyətləri bir-birinə oxşar olmayan Malayziya, Macarıstan, Cənubi Afrika, Avstraliya, Amerika, İngiltərə. Çox kontrast olan və yenə də burada sual məndə yaranırdı da. Bu digər mühitdən, digər bir mədəniyyətlərdən olan insanlar baxırdım ki, bir-birindən fərqlənirlər, amma eyni şey istəyirlər. Hamı istəyir ki, uğurlu olsun. Hamı istəyir ki, işdə bir hansısa bir nailiyyətləri olsun, maraqlı bir işlə məşğul olsun. Hər kəs onu istəyir. Heç kəs deməz ki, mən istəyirəm ki, səhər gedim 9-dan 6-yaca maraqsız işdə olsun. Düzdür? Ona görə mən bu sahədə o barədən də maraqlı idi ki, karyera koç olmaq. Çünki mən bunu bilirəm, mən bunu bacarıram, özümün təcrübəm var. Bir də ki, özüm də mən elə hesab eləyirəm ki, öz karyeramda bayaq siz dediyiniz kimi o assistentdan vitse-prezidentə gəlib çatmaq yolunu keçmişəm və nəyə görə mən seçilmişəm, yenə də hansı düşüncə tərzləri mənə kömək edib, mən bunu paylaşmaq istəyirdim. Ona görə mən bu nəyə görə karyera koçu, mənə elə gəlir ki, bu sahədə mən çox belə deyək, paylaşmağa bir məlumatım var və onu eləyə bilərəm. Ona görə karyera koçu. Amma onu da demək istəyirəm ki, mən tez gəlmədim bu fikrə. Mən fikirləşəndə ki, BP şirkətindən ayrılıram, bilirdim ki, daha ayrılıram. Məlumat vermişdim şirkətə, amma hələ özüm üçün aydın eləməmişdim ki, nə ilə məşğul olmaq istəyirəm. Hətta mən biraz belə time out götürdüm. Bir neçə ay mən Pensilvaniyada belə də meşəli bir yerdə vaxt keçirtdim. Fikirləşəm, biraz düşünəm ki, nə ilə məşğul olmaq istəyirəm. Onda mən o fikrə gəldim ki, korporasiyaya qayıtmaq istəmirəm, öz biznesimi istəyirəm və hansı sahədə biznes qurmaq istəyirəm. İnanırsınız, digər sahələr haqqında fikirləşirdim. Uşaq bağçasından başladım. Ondan sonra nəsə qadınların gözəlliyi ilə bağlı bir bizneslər haqqında fikirləşirdim. Hətta o Pensilvaniyada o London pub belə də bir şey var ki, belə barlar, o belə bir şey açmaq, digər fikirlərim oldu. O zaman da mən BP-dən ayrılırdım, prosesdəydim. Çox adam mənə zəng elirdi, eşidənlər ki, mən gedirəm, soruşurdular da nəyə görə gedirəm və hara gedirəm və mənə çoxlu fikirlərini bildirirdilər, paylaşırdılar ki, filan 2 il bundan qabaq mənə bir məsləhət vermişdiniz karyeram barədə, sizə təşəkkür eləmək istəyirəm. Ya da ki, soruşurdular nəyəsə, sizin fikrinizcə bundan sonra mən filan və mən gördüm ki, yenə də dünyada digər yerlərdə işlədiyim adamlar mədəniyyətlərindən asılı olmayaraq məndən zəng eləyib ya mənə nəyəsə görə təşəkkür eləyirlər, hansısa bir karyera məsləhətinə görə, ya da ki, məsləhət soruşurlar. Bir də detallar da yadlarındadır ki, o filan yerdə biz oturmuşduq, siz mənə belə bir söz dediniz. Onda o fikir mənə gəldi ki, mən əgər mən bunu bacarıramsa və mən bundan zövq alıramsa, həmişə də mənə xoş olub da, kömək eləməyə xoşum gəlir ümumiyyətlə və nəyə görə də
bundan məşğul olmayım. Etməyəsiniz. Hətta yoldaşım da məndən o sualı verdi ki, dedi, nəyə görə fikirləşirsən ki, hansı biznes qurmağa? Elə hazır fikirdir də, bu səndə alınırsa onunla məşğul ol. Korporativ mühitdən çıxmaq əslində çətin bir prosesdir. Çünki adətən belə deyim, rəhbər vəzifədə olan şəxslər görürük ki, korporativ mühitdən çıxandan sonra hardasa bir səsləri, soraqları gəlmir. Yəni sadəcə o korporativ şirkətlə tanınırlar və həmin vəzifələri ilə tanınırlar. Amma sizdə bu prosesdən sonra bir o dediyiniz çətin mərhələni keçmisiniz, bir şəxsi brend yarada bilmisiniz. Bu brendi yaratmaq üçün sizin hansı bacarığınız var və hansı bacarıqlar olmalıdır ki, bu brendi yarada biləsiniz? Yoxsa bütün rəhbərlər bu powerdan deyim, vəzifə powerından, gücündən istifadə edib bunu edə bilərlərmi? Siz dediniz məsələn təsir etmə gücünüz var sizin. Mən bunu özümdə də məsələn bir nümunə olaraq deyə bilərəm. Sizin bir postunuzda bir dəfə mən görmüşdüm. Hətta həmin ərəfədə mən Praqadaydım. Sizin Ikigai ilə bağlı kitabını tövsiyə edirəm. Yəni Yapon gündəlik həyatımızda Yapon xoşbəxtliyi tapılması. Yəni, siz bildiyim qədər kainatın enerjisinə də daha çox inanırsınız. İnanıram əlbəttə. Və mən bu kitabı sizin oradan o kitabı tövsiyənizdən qənaətə gəlib Praqada bir kitab store tapıb, mağazası tapıb o kitabı əldə eləmişdim. Düzdür, hələ ki qismət olmayıb onu oxumaq, vaxt edə bilməmişəm. Başqa kitabı bitirib ondan sonra davam edəcəm. Ancaq təsir etmə gücü dediniz, yəni bu bacarıq sizdə var ki, bunu edə bilmisiniz. Yəni bu bacarıqdan başqa hansı bacarıqlar olmalıdır? Və yaxud da dediyim kimi bu powerdan istifadə edib qurmaq olurmu vəzifədə? Sizə belə bir şey deyim də, bu power'ın o qədər də burada əhəmiyyəti o qədər də power'da deyil. Bu sizin reputasiyasından asılı olan bir şeylərdir. Mən bu şəxsi brend mövzusunda çox danışıram, yazıram. Hətta Bakıda da İsrailin bir workshop keçirtdim bu mövzuda. Çox yaxşı keçdi, o rəyləri eşitdim və mənə çox belə də enerji verir, yenə də keçirmək istəyirəm. Mən də gördüm o rəyləri. Və mən adətən bu şəxsi brend sessiyalarını istəyir, belə də görüş olsun, nə olsun. Mən bir sualdan başlayıram ki, sizin fikrinizcə reputasiya ilə şəxsi brendin fərqi nədir və bir-birinə necə kömək eləyirlər? Və adətən başlayırlar digər cavablar verməyə, amma yenə də burada düzgün olmayan cavab iş ondadır ki, hansı düzgündür? İş ondadır ki, sizin reputasiyanız sizdən asılı deyil də. Siz hardasa, çünki sizin hərəkətlərinizdən, sizin davranışlarınızdan asılıdır. Siz onun üçün işini eləmirsiniz. Mən indi geciksəydim sizinlə görüşə, deyəcəydiniz ki, punktual adam deyil də gecikir görüşlərə. O bir dəfə olsa da yenə də bu mənim reputasiyama təsir göstərir də, düzdür? Hər bir şeylə, hər bir hərəkətimiz reputasiyaya nəsə təsir göstərir. İllər boyu elədiyimiz bir şeylər. Şəxsi brend odur ki, o reputasiyadan istifadə edərək güclü tərəflərimizi biz qabağa sürürük, irəli sürürük və göstəririk ki, bu mənim güclü tərəflərimdir və çox da o güclü tərəflər olmayanda nəsə o inkişaf sahələrini, onları istəyirik ki, biraz elə bir dala çəkək. Ona görə demək istəyirəm ki, mən bu siz dediyiniz kimi çox sağ olun xoş sözlərinizə görə bu coach kimi şəxsi brendimi yaratmaq mənim HR reputasiyam çox kömək elədi. Çünki HR reputasiyası kimi siz də mənə yalnız ki bir belə də səbəb var nəyə görə çağırmısınız. Soruşsunuz məndən haqqında nə deyə bilərlər? Mən haqqında onu deyə bilər ki, HR biliklərindən başqa, HR biliyi olan çoxdur. HR sahəsində vəzifə tutan və yaxud siz dediniz ki, o powerdan istifadə eləmək çoxdur. Nəyə görə mənə gəlirlər, soruşurlar yenə. Onun üçün ki, mən həmişə çalışmışam ki, başa düşəm insanın o ağrısı nədədir də, nəyə görə kömək eləmək lazımdır? Səmimilik. Yəqin ki, bu brendin ən böyük hissələrindən biri odur ki, brenddə səmimilik olmalıdır. Çünki əgər mən bir söz desəm, mən brendingim kimi bir hansısa cəhətlərdən istifadə eləsəm, amma özüm onu yaşamasam, onu öz göstərməsəm, yəqin ki, o yapışmır da, siz o brend yapışmır. Bilirsiniz, mən nə olar ki, mən o brendi yaratmaq istəyirəm. Mən o gün o workshop zamanı bir neçə nəfər dururdu və öz xatirələrini paylaşırdı. Kim ki mənlə işləyib, məni tanıyırlar və belə bir şeylər dedilər ki, biz e-mail yazmışdıq. O fikirləşirdi ki, vaxtı olmayacaq Leylanın e-mailə cavab vermək, amma cavab verirdi. O mənim reputasiyamın bir hissəsidir ki, mən həmişə diqqətli olmuşam başqalarının problemlərinə qarşı. Kömək eləyə bilməsəm də həmişə qayıdıb demişəm ki,
burada mən heç nə eləyə bilmərəm, kömək eləyə bilmərəm, amma heç vaxt da susmamışam. Kimsə mənə müraciət eləyəndə kömək eləyə bilirəmsə eləmişəm, eləyə bilmirəmsə demişəm ki, mən nəyəsə görə hansı bir səbəbə, amma başa salmışam. Heç vaxt belə bir situasiya olmur ki, kimsə mənə yazar, mən ona cavab verməyəm. Əlbəttə ki, bu reputasiya yaradar. Əlbəttə ki, mən sonra deyəndə ki, mən sizin karyeranızda uğurlu olmağa, sizə kömək eləmək istəyirəm, dəstək olmaq istəyirəm. İnsanlar buna inanır. Çünki daha bilirlər ki, doğrudan da mənim marağım olub onların uğuruna. Çünki əgər mən keçmişdə bunları eləməsəydim, əgər mən bunu göstərməsəydim, desəydim ki, gəlin mən sizə uğurlu olmağa kömək eləyəm, inam olmur da. Ona görə səmimiyyət, sizin öz hərəkətləriniz, nə edirsiniz, necə göstərirsiniz bunu doğrudan da hansı bir nəticəyə gətirib çatdırırsınız, kömək edirsiniz, bu brendi yaradır. Bir də brendi yaratmaqda bəzən çox adamda belə bir qorxu yaranır ki, özünü göstərmək istəmir. O sizin dediyiniz bacarıqlar var ki, o bacarıqları üzə çıxartmaq qorxusu var çox adamda. Bunu aşmaq üçün nə etmək olar? Bunu aşmaq üçün özünüzə sual vermək lazımdır. Nəyə görə mən bundan qorxuram? Ümumiyyətlə mən bütün coaching sessiyalarımı həmişə qorxu mövzusundan başlayıram. Çünki bizə qorxu qoymur ki, biz düzgün hansısa qərarlar qəbul eləyək. Bilirsiniz, 10 qərardan 9-unu biz qorxu mövqeyindən qəbul eləyirik. O məqsəd mövqeyindən yox. O da düzgündür də, eşidəndə ki, bunu 10 qərardan 9-unu fikirləşirik ki, mən niyə qorxunun içində yaşayıram? Amma doğrudan da elədir. Qorxuram belə olar, qorxuram elə eləsəm elə olar. Ona görə özümüzə sual vermək lazımdır ki, olsa da nə olar sonra da, hansısa o sualı vermək lazımdır. Ona görə burada o brendi yaratmaq qorxusu əlbəttə ki var. Bir də nəyisə düzgün eləməliyəm. Düzgün eləməsəm nə olar? Ən pis ssenari nədir? Belə bir suallar vermək lazımdır. Ondan başqa, biraz hərdən siz dediyiniz kimi bəzi adamlar istəmirlər, utanırlar, qorxurlar, özü haqqında danışmaq, güclü tərəflərinin haqqında. Amma iş ondadır ki, bunu gərək biraz başqa cür baxasan da, siz o hekayənizı danışanda, güclü tərəflərinizi danışanda, o doğrudan da sizin güclü tərəflərinizdir də. Heç nə özünüzdən belə də qurmursunuz, özünüzdən olmayan bir şeyi demirsiniz. Əsas odur ki, olan bir şey haqqında danışırsınız. Sadəcə seçirsiniz ki, özünüzə ki, mən güvəndiyim nədir? Hansı güclü tərəfləmə güvənə bilirəm? Ona görə biraz onu düşünmək lazımdır ki, mən bunu nəyə görə eləyirəm? Mən əgər başqalarına kömək eləmək üçün öz güclü tərəfləmdən istifadə edə bilərəm. Özüm daha xoşbəxt olmaq üçün, daha uğurlu olmaq üçün istifadə edə bilərəm. Nəyə görə də yox? Bizim biraz mədəniyyətimizdə bu var da, hətta atalar sözləri var ki, başını sal aşağı işlə, bilməm belə də. O inkişafın qarşısını alır əslində. İnkişafın qarşısını alır da, çünki o daha stabil işləmir. Həyatda Çünki həyat dəyişir. Bütün o atalar sözləri əlbəttə ki, müdriklik var onların arxasında. Amma onu da başa düşmək lazımdır ki, hər şey dəyişir, həyat dəyişir, çox tez inkişaf eləyir. Ümumiyyətlə bugünkü gündə o texnologiyalar, ümumiyyətlə inkişaf o dərəcədədir ki, həmişə nəsə öyrənməlisən, nəsə eləməlisən. Qabaq ingilis dilini bilirsən, PowerPoint, Excel-i bilirsən, bu bir bacarıq sayılırdı. Bugün hamı onu bilir və ondan çoxunu da bilir. Digər bir bacarıqlar əmələ gəlib. Ona görə onu həmişə fikirləşmək lazımdır ki, mən rəqabətdə yaşayıram, rəqabətli bir dünyadır və oradan mən özümü necə göstərə bilərəm ki, mənim güclü tərəfim nədir, istədiyimi əldə edə bilərəm. Burada bir belə neqativ baxmaq lazımdır. Brendi yaratmaq çox müsbət bir şeydir. İnkişaf məsələsinə toxunmuşkən, şəxsi brenddə də bu şirkətlərdə var da əsasən rebranding. Bir müddətdən sonra o brendi rebrand eləyirlər, təzədən yeniləyirlər. Şəxsi brenddə də bu anlayış olmalıdırmı? İnkişafla bağlıdırmı bu, yoxsa tam başqa bir anlayışdır? Olmalıdır. Siz dünyada bütün belə də tanınmış brendlər haqqında fikirləşirsiniz. İstəyir o hansısa məhsul brendi olsun, istəyir hansısa tanınmış insan olsun. Siz onun haqqında oxusunuz, onun haqqında daha çox məlumat alırsınız. Görəcəksiniz ki, elə bir brend yoxdur ki, səhv eləməsin. Hər bir brend səhvdən keçib, hansısa bir yoldan keçib. Heç bir brend yoxdur ki, gəlib belə əvvəldən uğurlu olub, düzdür? Biz də elə öz şəxsi brendimizi yaradaraq biz səhv eləyirik. Nəyisə öyrənirik, nəyisə düzəldirik. Ona görə o brend əlbəttə ki, bir yerdə qala bilməz, dəyişməlidir. Sadəcə olaraq bundan qorxmamaq lazımdır da. Əgər nəsə sizin üçün işləmirsiniz, baxın, bayaq sizə dedim ki, o biznes haqqında fikirləşəndə digər bir bizneslər fikirləşirdim. Elə belə oturub divanda fikirləşmirdim. Mən nəyisə hansısa hərəkət edirdim, baxırdım ki, elə bir
bunu özümə belə də mənə bu necə olacaq, onu eləyə bilərəm ya yox. Bağça haqqında fikirləşəndə uşaq bağçası, bağça müdirləri ilə görüşdüm, soruşdum, sual verdim, gördüm yox, bu yəqin ki mənlikdir. Brendlərlə də elə biz onu eksperiment kimi eləyirik. Heç nə daşda yazılmayıb da belə deyək. Nəyisə dəyişmək lazımdırsa dəyişilir. Çünki zaman da dəyişilir, yenə də inkişaf da olur. Bizim şəxsi inkişafımız da o davam eləməlidir. Mənim çox xoşuma gələn bir nağıl var, Alisa Möcüzələr aləmində. Orada çox maraqlı ifadələr var, amma belə bir ifadə var ki, əgər bir yerdə dayanmaq istəyirsənsə, qaçmalısan. Amma əgər harasa gəlib çatmaq istəyirsənsə, 2 dəfə tez qaçmalısan, çox qaçmalısan. Hətta bir yerdə dayanmaq üçün qaçmaq lazımdır da. İndi bu brendi də yaradıb, mən brend yaratmışam, oturmaq mümkündür, rəqabət var, yenə dəyişilir, özünüz də dəyişilirsiniz. Həmişə o sualı vermək lazımdır ki, yaratdığım brend mənim bugünkü günümə uyğundur ya uyğundur, ya uyğun deyilsə nə etməliyəm? Bu da bir inkişafın böyük hissəsidir. Siz özünüzü və yaxud da brendinizi gücləndirmək üçün nələr edirsiniz və yaxud da belə bir vərdişlər varmı ki, yəni davamlı olaraq etdiyiniz ki, onlar sizin həmin o brendinizi daha da gücləndirir və yaxud da daha da inkişaf etdirir? Mən nə edirəm, belə deyim də, brendimi gücləndirmək üçün özümün üzərində həmişə işləyirəm. Ümumiyyətlə mən coachingi başlayanda özümü bir qadın coachi kimi görürdüm. Sonra yavaş-yavaş bəylər də müraciət etməyə başladı. Fikirləşdim nəyə görə də yoxdur. Başladım bəylərlə işləməyə. Sonra şirkətlər başladılar müraciət etməyə ki, hansısa bir liderlik bacarıqları inkişaf elətdirmək üçün rəhbərlik proqramları keçirmək ilə. Mən yenə də fikirləşirəm nəyə görə yox. Və bunların üzərində başlayıram daha da çox işləməyə. Və mən bunların nəsə yeni bir sahəni götürüb, yeni sahənin üzərində işləyəndə fikirləşmirəm ki, mən bunu eləmişəm də bir şirkətində 10 il bundan qabaq liderlik inkişafı proqramı keçirmişəm. Yox, əgər mən bugün mənə şirkət müraciət eləyirsə liderlik inkişafı proqramı keçməyə, mən o şirkətin nüsbə başa düşməyə çalışıram ki, nə dəyişilib? Hansı o rəhbərlik sahəsində təzə tendensiyalar var, mən onları qatmalıyam ki, öz proqramıma, coachingima ki, uğurlu olsunlar. Və ona görə ki, mən öz üzərimdə işləyirəm, mən nəticə görürəm. Burada bir möcüzə yoxdur. Əgər sən öz üzərində işləyirsənsə, sən öz proqramını necə deyirlər, zamanəyə uyğun qurursansa, sənə lazım olan yox, başqalarının şirkətə lazım olan o problemləri həll eləyirsənsə proqramlarına, bu brend güclənəcək, çünki nəticəni görürlər. Brend nədən güclənir? Nəticə əldə etdikdən sonra. Əlbəttə ki. Hər kəsin inamı yaranır, ondan sonra da. Başlayın. Buyurun. Deyirəm ki, əgər siz gedib bahalı brend mağazini götürsəz, siz oradan nəsə alırsınız. Bahalı bir məhsul alırsınız. Siz gətirsəz onu və görsəz ki, 2 gün geyəndən sonra, 2 dəfə yuyandan sonra onun rəngi getdi. O daha o brend inamınızı istəyəcək də. Amma siz gedib o bahalı brend mağazinindən nəsə alana görəndə ki, mən 5 ildir bu köynəyi geyirəm, amma heç nə olmur. Deyirsiniz ki, ona görə buna o qədər pul vermişəm də, düzdür? Ona görə brend artıq buradan yaranır. Brend öz üzərində həmişə işləməlidir. Kariyer coaching məsələsinə toxunaq. Siz daha çox hansı auditoriyanı işləyirsiniz? Mütəxəssis kateqoriya yoxsa rəhbər kateqoriya şəxslərlə? Həm mütəxəssis, həm rəhbər fərqi yoxdur. Həm qadın, həm bəy. Çünki başlıqda dediniz ki, ilk növbədə qadınlarla başlamışdınız. Qadınlarla başlamışam, çünki mənə elə gəlir ki, qadınlara daha çox kömək lazımdır, sözün düzü. Ona görə burada rebranding da elə baş verdi ki, çünki mən özümə qadın coachi kimi başlamışdım brend eləməyə ki, mən helping women to have successful careers, qadınlara uğurlu karyera qurmağa kömək edirəm. Amma sonra mən işləyə gördüm ki, bəylərə də kömək lazımdır. O deməkdir ki, onlara kömək ki, biraz qadınlara daha çox lazımdır, çünki onlara o cəmiyyətin təzyiqi daha çoxdur. Amma ümumiyyətlə bəylərə də lazımdır. Sonra görürəm ki, bəs bu güclü lider olmaq üçün sadəcə o texniki bacarıq, həmişə mən ona fikir verirəm, texniki bacarıq sadəcə kifayət deyil. O öz üzərində işləməlidir. Və mənə maraq doğurur ki, bura əgər mən kömək eləyə bilərəm, nəsə eləyə bilərəm. Ona görə bugünkü gündə belə sizə deyim də, ayırmıram ki, mən ancaq mütəxəssislərlə işləyirəm, ya liderlərlə işləyirəm. Ümumiyyətlə, hər bir adam kim ki istəyir o transformasiyadan keçsin, ya da ki şirkət istəyir ki, onun o rəhbər qrupu ya da işçiləri hansısa bir transformasiyadan keçsin, dəyişsin, doğrudan da maraq görəndə. Amma o mənə çox vacibdir ki, mən işlədiyim şirkət olsun, mütəxəssis olsun, görüm ki, marağı var onun bu transformasiya. Çünki maraq olmasa, bir dəfə məndə belə gülməli bir əhvalat olub, bir şirkətin biri müraciət eləmişdi ki,
siz keçirə bilərsiniz. Bizim qadınlarımız üçün qadınların gücləndirməsi proqramı. Mən də o vaxtda çox uğurlu bir proqram Nobel Enerji üçün keçirmişdim və eşidirdilər, görürdülər ki, keçirmişəm və mənə müraciət elədi o şirkət. Dedim ki, əlbəttə eləyə bilərəm və başladım danışmağa bunun haqqında. Dedi ki, yox, bizə bilirsiniz, bu çox vaxt alacaq. Bizə lazım deyil belə o qədər vaxtda. Biz istəyirik belə də 1-2 sessiya keçirək, bir şəkil çəkdirək, asaq şəkili və salam. Və mən o saat marağım itdi. Dedim ki, bilirsiniz, əgər sizə bu maraqlı deyilsə, doğrudan da qadınları gücləndirməyə, sadəcə 2 sessiya keçirtməklə, işin görmək xatirinə nə mənə bu maraqlı olacaq, nə sizə maraqlı olacaq, nə nəticə olacaq, bu brenda pis təsir göstərə bilər. Çünki 2 sessiya ilə heç nə dəyişilməyəcək, sonra da deyəcəklər ki, sən onlara proqram keçdin, amma heç nə dəyişilmədi. Siz dediniz, transformasiya, karyerada dəyişiklik ümumiyyətlə bir belə deyim, çətin bir prosesdir. Həm qərar vermək baxımından, iş yerini dəyişmək və yaxud da vəzifə dəyişikliklə çətin prosesdir. Və yaxud da iş axtaran şəxslər ümumiyyətlə daha çətin prosesdədirlər. Bu prosesdə qarşılaşdığı çətinliklər nədir? Yəni sizin işlədiyiniz şəxslərin həm psixoloji, üzr istəyirəm, həm psixoloji, həm digər motivlərdən baxsaq. Bilirsiniz, ümumiyyətlə həyatda həmişə o momentlar var ki, istəyir indiki işdə işləyirsiniz, problemləriniz var, menecerlə münasibət olsun, o irəli getmək belə də ləngisə, nəsə bir problem yaranır, iş axtarma, karyera dəyişməyə fərqi yoxdur. Bu problemlər olur da, bu həyatımızın bir hissəsidir və bunları həll eləməyi, o problemlərin həll eləməyindən başlamaq lazımdır. Öz üzərimizdə işləməkdən başlamalıyıq biz. Burada məndə çox maraqlı job search coaching proqramı var. İş axtaranlar üçün mən coaching dəstəyi göstərirəm və onlara istiqamət verirəm, strategiyalarını kömək eləyirəm ki, başa düşsünlər ki, necə iş istəyirlər, necə o işi tapsınlar, özləri haqqında necə danışsınlar. Amma ən birinci sessiyası, indi yəqin ki, mənim o proqramdan keçənlər də eşidəcək və bilirlər ki, elədir. Ən birinci sessiyası o düşüncə tərzidir. Düşüncə tərzi haqqında fikirləşmək. Çünki düşüncə tərzi bizim uğurumuzun 80%-dir. O uğur nədir? Bu başqa sualdır da. Yenə də iş tapmaqdır, karyera dəyişməkdir ya da olduğun işdə o promotion almaqdır ya nədir. Amma 80%-i o bizim düşüncə tərzimizdir. Ona görə bizim düşüncə tərzimiz düzgün olanda onda hər şey alınacaq. Alınmayanda da biz ona da baxırıq ki, nəyə görə alınmadı, nəyə başqa cür eləməliyəm. Daha analiz edirik. Çünki bizim Şuraltı bizə çox yalanlar danışır, çox necə deyirlər, lazım olmayan bir hansısa fikirlər gətirir. Ona görə burada coachingdə elə faydası ondadır ki, siz o Şuraltıdan şura keçirirsiniz də o suala və sualları verəndən sonra onlara cavab tapırsınız. Əgər mən iş axtarıramsa, mən birinci ən vacib mənim üçün CV update deyil. Ən birinci LinkedIn profil update deyil. O da vacib. Ən birincisi odur ki, düşüncə tərzim elə olsun ki, mən əgər o iş axtarışı prosesi uzun çəkirsə, çətin olursa, ola bilər ki, yəqin ki, səbəb məndə deyil. Başqa faktorlar var. O faktorları fikirləşmək lazımdır. Nəyə görə o çətinliklər yaranır? Onda o düzgün düşüncə tərzi olanda adam incimir də, o depressed olmur ki, mənə o işdən hansısa cavab vermədilər, buna yox dedilər. Yəni, sən başa düşürsün, mənim məqsədim var. İstəyir cavab versinlər, verməsinlər, necə deyirlər, necə cavab versinlər. Mən öz məqsədimə gedəcəm, mən bu prosesi davam edəcəm. Ona görə düzgün düşüncə tərzindən başlamaq lazımdır, problemdən asılı olmayaraq. Azərbaycanda mən ümumiyyətlə deyərdim ki, siz iş axtarış tərəfinə toxundunuz. İş axtarış tərəfində ümumiyyətlə böyük bir problemlər var. Çünki insanlar daha çox düşüncəsində, mən məsələn işə qəbulda təcrübəm oldu daha çox. Fərqli nümunələrlə rastlaşmışam, fərqli təcrübələr yaşamışam həmin hissədə və namizədlər daha çox bilmirlər ki, nəyə müraciət edirlər. Sadəcə müraciət xətrinə, düzdür, bu çətin bir prosesdir. İş axtarır həmin şəxs, onun da bəlkə mental vəziyyəti fərqli olur, yəni həmin vəziyyətdə qərar vermək daha çətinləşə bilər. Burada bir boşluqlar var, amma bununla paralel coaching tərəfində də bir boşluq var. Coachingə daha çox inam o qədər yoxdur. Əminəm ki, razılaşarsınız mənim bu fikirdə. Karyer coaching çox Azərbaycanda, hətta iş axtaran şəxslər tərəfindən ümumiyyətlə inkişaf etməyib deyərdim. Bu boşluq nədən irəli gəlir? Yəni
Nədədir bu boşluq? Ümumiyyətlə siz də razısınızmı mənimlə ki, bu boşluq var burada və yaxud da bu boşluğu aradan qaldırmaq üçün nə tədbir görmək olar? Sizin təklifiniz nə olar? Boşluq var. Ümumiyyətlə bizdə bütün işə götürmək prosesini əgər Azərbaycanda götürsək, ümumiyyətlə bu prosesdə çox boşluqlar var. İstəyir o rekruter tərəfindən olsun, istəyir iş axtaran tərəfindən olsun. Kimsə belə bir zarafat demişdi mənə, deyir Azərbaycanın yarısı iş axtarır, yarısı da deyir işçi axtarır, amma bir-birini tapa bilmirlər. Amma doğrudan da burada boşluqlar çoxdur. Belə deyim də, mən həm iş axtaranlarla işləyirəm coach kimi, həm də ki mən rekruterlara recruitment dərsi keçirəm, Hiring Advantage, Azərbaycan HR İnstitutunun vasitəsilə. Və ona görə mən rekruterlarla da ünsiyyətdəyəm və görürəm ki, hər iki tərəfdən çoxlu anlaşılmazlıq var. Rekruterlar düzdür, hamının bir necə deyirlər, xarakteristika vermək istəmirəm. Çox təcrübəli rekruterlar var, doğrudan da öz işlərinə ciddi yaxınlaşan, elə də rekruterlar var ki, başa düşmürlər rekrutment prosesini ki, və rekrutment ayrıca olan bir proses deyil də, şirkətin məqsədləri ilə, dəyərləri ilə bağlı olan bir prosesdir. Onu görmürlər. Texniki belə bir proses kimi baxırlar, ona görə heç nə alınmır. Ona görə mən öz tərəfimdən konkret olaraq belə çalışıram ki, həm rekruterları bir tərəfdən coaching eləyim ki, onlar düzgün yanaşsınlar prosesə, həm də iş axtaranlara onların necə deyirlər, iş axtarış prosesini daha uğurlu eləmək. Və elə bu fürsətdən istifadə edərək bir şey demək istəyirəm ki, əgər siz iş axtarışındasınız, iş axtarışı prosesindasınız, siz müraciətdən başlamamalısınız. Ondan başlamalısınız ki, nə iş istəyirsiniz, nə cür iş istəyirsiniz. Çünki əgər siz bugünkü işinizdən narazısınız və eyni o cür işə başlayırsınız müraciət eləməyə, sonra da deyirsiniz ki, yenə alınmadı, yenə maraqlı olmadı. Tələsmək lazımdır. Tələsmək lazımdır və fikirləşmək lazımdır ki, mən nə cür işə, hansı şirkətlər mənim üçün maraqlıdır, biraz strateji yanaşmaq lazımdır. Mənə elə gəlir ki, ən böyük boşluq haqqında soruşdunuz. Ən böyük boşluq odur ki, həm iş axtaranlar, həm rekruterlar prosesə çox taktik yaxınlaşır. Daha çox strateji yaxınlaşmaq lazımdır. Strateji yaxınlaşsalar, o boşluqların çoxusu aradan götürülə bilər. Ona görə coaching necə kömək ola bilər? Buna diqqətlərini yetirmək ki, özünüzə sual verin. Biz nəyə görə bu kandidatları axtarırıq? Nəyə görə bu vəzifələri doldurmalıyıq? Eləcə də iş axtaran, mən nəyə görə bu işə müraciət etməliyəm? İş axtaran şəxslərdə daha çox bu boşluqlar mən deyərdim ki, universitet vaxtında və yaxud da məktəb vaxtında hər hansı bir yön verilməməsinə bağlı, hər hansı bir istiqamət verilmir şəxslərə. Bəlkə bununla bağlı o problemlər yarana bilər. Universitetlərdə bəlkə bu tipli mövzular tədris olunmalıdır, karyer coaching tipli mövzular ki, artıq universiteti bitirən bir şəxs. Çünki Azərbaycanda belə bir reallıq var ki, bəlkə indi düzdür, dəyişir artıq, cəmiyyətdə müəyyən məsələlər inkişaf eləyir. Universiteti bitirib mən nə olacam deyə bir hədəf yoxdur. Sadəcə universitetə qohumlar, tanışlar, kimlər sizdən nə gözləntiləri varsa onları sizə dikt edirlər və ona görə həmin şəxs universitetə qəbul olur, onun ardınca gedir və universitet bitdikdən sonra isə artıq bir boşluğa düşür, karyeramı necə davam edəcəm kimi bir boşluqla rastlaşır, sualla rastlaşır ki, cavabını tapa bilmir. Burada artıq karyer koç köməyinə gəlməlidir. Xaricdə adətən universitetlərdə, kolleclərdə karyer koçu olur. O universitetin ştatında işləyən bir adamdır ki, ona tələbələr gəlirlər, müraciət edirlər və çalışır ki, onlara kömək eləsin, başa düşsünlər ki, nə istəyirlər. Bu faydalı bir belə necə deyirlər roldur, amma yenə də bu da bütün problemləri həll eləmir əlbəttə ki. Mənə elə gəlir ki, burada valideynlərin də rolu böyükdür. Ən əvvəli uşaq məktəbi qurtaranda, məktəbdə oxuyanda, bir hansısa bir sənət özü üçün seçəndə, hansı universitetə girəndə, burada valideynlər düzgün yanaşmalıdırlar buna. Öz arzularını yerinə yetirmək yox, uşağın istədiyini ona kömək eləməlidirlər ki, başa düşsün ki, mənə nə maraqlıdır, məndən doğrudan da bacarığım nədir, nə alınar. Çünki bugünkü gündə çox vaxtı valideynlər fikirləşir ki, daha prestijli, hansı universitetdə, harda çox pul qazana biləcək. Mən özüm də valideynəm, mən də istəyirəm, başa düşürəm valideynləri. Hansı valideyn istəmir ki, uşaq belə bir yaxşı institut qutarsın, çox pul qazansın. Burada belə bir şey, necə deyirlər,
deyirlər də, utanmaq üçün bir şey yoxdur. İstəyirik, amma yenə burada yadımıza salmalıyıq ki, bu şəxsiyyətdir də, bu şəxsiyyət də öz böyük bir qərar qəbul edir həyatında. Ona görə ona imkan vermək, kömək eləmək ki, o düzgün qərarı qəbul eləsin. Amma yenə də olur ki, alınmır, universitetə daxil olur, sonra başa düşür ki, bu mən istədiyimdir, tamamilə başqa bir şeylə məşğul olmaq. Burada da dəstək olmaq lazımdır ki, dəyişmək də olar. O demək deyir ki, mən bir nəfər müraciət eləmişdi, deməli, maliyyə sahəsində oxuyur və deyir ki, maliyyə mənə maraqlıdır, mən insanlarla işləmək istəyirəm. Mən də ona deyirəm ki, insanlarla işləmək istəyirsənsə, bu demək deyir ki, sən maliyyə sahəsində ancaq gedib sabah buhalter kimi işləyə bilərsən. Sən maliyyə sahəsində insanlara bir hansısa məsləhət verə bilərsən, consultant kimi işləyə bilərsən, financial consultant kimi işləyə bilərsən. Və deyir ki, doğrudan mən nəyə görə fikirləşirdim ki, ancaq mən buhalteriyada işləyə bilərəm, insanlarla müsiyətdə olmayacağam. Demək, uşağa kömək eləmək lazım. Valideynlərin rolu coachdan başqadır. Mən uşaqların, valideynlərin rolunu böyük görürəm ki, birincisi mane olmasınlar istədiyi bir o istiqaməti seçməyə. İkincisi də görəndə ki, o uşaq çaşıb, onu imkan verməyə ki, düzəltsin o səhvini. Düzgün, çünki bilirsiniz, yenə də bayaq dedim ki, daşla yazılmır. Burada da hər şey dəyişmək olar. Ümumiyyətlə bilirsiniz, bir fikrə gəlmişəm ki, biz həyatda bizə çox şey nəyə görə çox çətin gəlir, problematik gəlir. Çünki hər bir balaca bir şey haqqında da fikirləşirik ki, mən əgər indi qərar qəbul edirəmsə, bu ömürlükdür elə bil. Hərdən görürəm ki, oturublar restoranda yemək seçirlər, o qədər vaxt sərf eləyirlər o yeməyi seçməyə də, o yeməyi seç də, indi pis olar, xoşuna gəlməz. Ömründə bir dəfə yeməyəcəksən ki. İndi bilirsiniz, elə adamlar var ki, o qərar qəbul eləyəndə onlar elə yanaşırlar ki, elə bil ömürlərində axırıncı qərardır da, istəyir belə şəxsi həyatlarında olsun, istəyir iş yerində olsun, karyerada olsun. Amma bilmirəm, 98% yağın ki, bir faiz situasiyalarda bu axır qərar deyil də, dəyişə bilərsən. Həmişə onu fikirləşmək lazımdır ki, nəsə mənim üçün işləməsə, düzgün olmazsa, yenə də bunu dəyişə bilərəm də. Biraz daha belə də sərbəst baxmaq, rahat baxmaq. Bir də mən sizə digər tərəfdən kariyer coaching, korporativ karyerada daha çox işə yarayır, belə deyim. Doğrudurmu? Yoxsa təkcə korporativ karyerada deyil, yəni digər tərəfdən də baxmaq olar? Digər tərəfdən də baxmaq olar. Mən özüm belə deyim də korporativ karyeradan ayrılandan sonra o fikir ki, mənə gələndə mən coachinglə məşğul olmaq istəyirəm. Mən özüm də coaching proqramı götürmüşəm. O coaching proqramı mənə coaching öyrətmirdi. Çünki mən bayaq dediyim kimi coachinglə çoxdan məşğulam, BP-də işləyərkən də ona görə mənə lazım deyildi. Amma mənə proqram lazım idi ki, mənə öyrətsin, mən marketinq necə işləyir, sales necə işləyir. Ondan başqa bir var ki, mən bilirəm də hansı situasiyalarda nə məsləhət vermək. Amma bunu bir proqram şəklində mən necə bunu təklif eləyə bilərəm, bunu necə monetize eləyə bilərəm. Bu bütün məsələləri mən bilmirdim. Mən özüm də coaching proqramı götürdüm ki, coach kimi işləmək üçün də. Demək istəyirəm ki, bu korporativdən ayrılandan sonra idi. Və ümumiyyətlə bir biznes qurmaq istəyirsinizsə, özünüz nəyisə eləmək istəyirsinizsə, istəyir bu incəsənət sahəsində olsun, fərqi yoxdur. Mənə elə gəlir ki, hər bir sahədə coaching kömək ola bilər. Çünki coaching sizə iki belə də situasiyalarda kömək edir. Birincisi, dəyişmək istəyirsiniz nəyisə, amma bilmirsiniz nə istəyirsiniz. Bilmirsiniz hardan başlayasınız, necə öyrənəsiniz ki, mən nə istəyirəm, mənə nə maraqlıdır. Və ikincisi, çox yaxşı bilirsiniz nə istəyirsiniz, amma bilmirsiniz ora necə çatasınız. Və bu iki situasiyalarda da coachinqin faydası məncə çoxdur. Bu sualı verməkdə əsas məqsədim o idi ki, belə deyim, bizneslərlə bağlı biz daha çox tövsiyələr, ənənəvi olaraq mövzumuzu adətən yekunlaşdıranda düzdür, bu mövzuda sizinlə uzun-uzadı danışa bilərik. Sadəcə bir reqlamentimiz var ki, bunun çərçivəsində məhdudlaşdırmalı oluruq, bir saatlıq vaxta sıxışdırmalı oluruq biz bunu. Əsas, yəni hər bir buraxılışımızın sonunda biz auditoriyaya, dinləyicilərimizə bir tövsiyə xarakterli məsləhətlərlə yekunlaşdırırıq. Sizdən istədiyim də bir kariyer koç olaraq baxsaq, öz biznesini qurmaq istəyən, öz şəxsi brendini yaratmaq istəyən şəxslərə tövsiyə olaraq nələr edə bilərsiniz? Hardan başlasınlar o şəxslər? Hardan başlasınlar? Yenə də burada bilirsiniz, biraz başa düşmək lazımdır ki, mənim çox yaxşı bir
belə tapşırığım var. Adətən verirəm belə bir sualla kimsə gəndə birinci tapşırıq kimi deyirəm ki, götürün bir tərəfdən bir kağızı iki tərəfə bölün. Bir tərəfdən yazın ki, mən nəyi eləməyə xoşlayıram. Bir tərəfdən də yazın ki, mən nəyi yaxşı eləməyə bacarıram. Və bunu yazandan sonra baxın ki, nə uyğun gəlir. Həm bacarığım, çünki o yenə iki qaya qayıdaraq, yadınızdadır da, bizim güclü tərəflərimiz sadəcə biz yaxşı bacardığımız bir şeylər deyil də, o həm bacardığımız, həm də zövq aldığımızdır. Və həmişə bu çox bir sadə nümunəni gətirirəm ki, əgər mən yaxşı xörək bişirə bilirəmsə, amma xörək bişirməkdən xoşum gəlmirsə, mənim güclü tərəfim deyil. Əgər mən xörək bişirməyi çox istəyirəm, reseptləri yığıram, öyrənirəm, amma bişirəndə heç kəs yeyə bilmir, o da mənim güclü tərəfimdir. Ancaq əgər mən xörək bişirməyi bacarıram, yaxşı bişirirəm və ondan zövq alıram, o mənim güclü tərəfim olur. Ona görə onu başa düşmək lazımdır ki, mənim o əsas güclü tərəfim, həm zövq aldığım, həm yaxşı bacardığım nədir? Və sonra fikirləşmək ki, o mənə necə faydalı ola bilər, mən bunu necə istifadə edə bilərəm. Əgər mən baxıramsa, mənim güclü tərəfim odur ki, siz bayaq dediniz, təsir göstərmək və mənim xoşladığım odur ki, insanlara dəstək olmaq. Bunu bir yerə gətirəndə olur, mən deməli karyera coaching olsun, başqa buna oxşar bir sahələr olsa, deməli o mənə maraqlı olacaq, mənə necə deyirlər, yaxşı hiss edəcək. Ona görə onu başa düşmək lazımdır ki, nəyi bacarırsınız, nə yaxşı sizdə alınır, onu bir yerə gətirmək. Və çox vaxt olur ki, bilirsiniz, kimsə deyir ki, mən bir kafe açmaq istəyirəm. Amma kafe açanda o ancaq kafeda o atmosfer haqqında fikirləşir. Fikirləşmir ki, kafeni açmaq üçün onun dalında olan bütün o momentləri. Ona görə o fikrə gələndən sonra ki, mən nə ilə məşğul olmaq istəyirəm, biraz o prototip deyirlər də ona, o mühəndislikdə. Onu prototip eləmək lazımdır ki, özünüzə elə bir əlinizə geyib baxmaq ki, bu mənim üçün necə işləyir. Tələsmək lazımdır, o saat başlamaq lazımdır. Və görəndə ki, bu doğrudan da mənim üçün maraqlıdır, bunu bacarıram, o yavaş-yavaş bir balaca addımlarla başlamaq olar. Mən həmişə deyirəm ki, məqsədinizi müəyyən edin, necə görürsünüz də o gələcək biznesinizi, yəni sonra da onu çalışın ki, o fikirləşmək o 3 ildən sonra necə olmalıdır. Gətirməyə 2 ilə, 2 ildən sonra nə olmalıdır? 1 ildən sonra nə olmalıdır? Milestone-lara bölərək. 6 aydan sonra. 6 aya gəlib çatanda başa düşürsünüz ki, 6 ay heç nədir də. Onda o sualı verirsiniz gözünə. Mən bu gün nə edə bilərəm ki, o yaxınlaşam necə deyirlər də o istədiyim biznesi qurmağa. Məqsəd qoymaq lazımdır. Həmişə məqsəd qoymaq lazımdır ki, mənim üçün uğur nədir? Belə deyirəm, mən başlayanda özüm coachingu, mən özümə məqsəd qoymuşdum ki, birinci ilin axırında nə qədər mənim coachlarım olmalıdır ki, kim bitirib mənim proqramımı. Maliyyə barədə bu mənə nə qədər xeyir gətirməlidir, ümumiyyətlə nə qədər adam olub, pro-bono nə qədər olmalıdır. Bunların hamısını mən özümə məqsəd kimi qoymuşdum. O məqsəd olanda o deməkdir ki, yenə də o məqsədi dəyişə bilməzsən lazım olanda. Bilirsən ki, əgər mən özümə belə məqsəd qoymuşam ki, mənim proqramdan ilin axırına 20 nəfər keçməlidirsə, deməli mən bu gün onun haqqında fikirləşməliyəm ki, o 2 nəfər kimdir də, belə deyək. Ona görə məqsəd qoyub yavaş-yavaş böyük məqsəd qoyub balaca addımlarla belə deyim. Siz danışdıqca mən özümü təhlil eləməyə başladım. Kiçik bir coaching sessiyası aldım mən sizdən də. Elədir də, hər bir müsahibə o özü üçün də coaching sessiyasıdır. Təşəkkür edirəm Leyla xanım, gəldiyiniz üçün, suallarımızı cavablandırdığınız üçün. Mən belə bir sual da əlavə etmək istəyirəm. Biz suallar veririk sizə, qarşı tərəfdən gəlir, amma sizin özünüzdə gözlədiyiniz hansısa bir sual varmı ki, yəni biz sizdən soruşmadıq o sualı, ancaq gözləyirsiniz ki, bu sual da ola bilər bu mövzunun içərisində? Yox, bilirsiniz, yenə də o sual elə bir şeydir ki, bütün günü otursaq da, yəni ki, siz sual tapacaqsınız ki, soruşarsınız, mən də sizə sual verə bilərəm. Amma elə gəlir ki, maraqlı suallar idi, çox sağ olun. Və bugün bu mənim ikinci müsahibəmdir. Birinci müsahibədə şəxsi həyatıma da çox toxunmuşam. Ona görə çox mən sizə minnətdaram ki, daha şəxsi həyatımdan bugün danışmışam daha bugün. Ona görə demək istəyirəm ki, yox, belə bir fikrim yoxdur. Amma mənim də sizə ola bilər ki, o sualım olar ki, sizin fikrinizcə, əgər biz belə də götürsək axırıncı 2 ili karyera coaching sahəsində hansı dəyişiklikləri görürsünüz Azərbaycan bazarında? Azərbaycan bazarında kariyer coachinga baxdıqda, korporativ mühitlər tərəfindən baxdıqda inkişaf var. Şirkətlər artıq bir acknowledge var bu hissədə ki, yəni şirkətlər anlayırlar ki, ehtiyac var bu sahəyə. Ancaq fərdi tərəfdən və yaxud da biznes tərəfindən çox nadir mən görərdim ki, hansısa bir, çünki sahibkarlıq daha çox ənənəvi dəyərlərə söykənən sahibkarlıq növü davam edir deyə.
bəlkə bilmirəm, siz daha çox təcrübənizdə yaşamısınız bunu. Mən təcrübədə bilmirəm ki, yəni hansı sahibkarlar karyer koçinqdən istifadə edirlər və yaxud da ancaq iş axtarışı tərəfində müəyyən mənada inkişaf var. Yəni, əlbəttə ki, keçmiş dövrə baxdıqda mən öz belə deyim 10 ilə yaxın insan resurslarında təcrübəm var. Bundan öncəki, yəni 10 ilin əvvəlindən siz düzdür 2 ili soruşdunuz. 2 il biraz daha qısa müddətdir inkişaf üçün. Yəni, bizim üçün daha qısa bir müddətdir belə deyim. 10 il əvvələ baxdıqda bu günlə müqayisə etdikdə yetərincə düşünürəm ki, inkişaf var. Çox sağ olun. Ümid edirəm ki, normaldır mən sizə sual verdim. Çünki Əlbəttə. bu ssenaridə belə bir şey yox idi. Ona görə çox sağ olun ki, cavab verdiniz. Mən də onu əlavə eləmək istəyirəm ki, mən demək istəyirəm ki, mən dəyişikliyi çox görürəm Azərbaycan bazarında. Yəqin ki, burada olanda onu daha az görürsünüz, amma mən gedirəm, sonra bir ildən sonra gəlirəm, necə belə dəyişiklikləri görürəm. Və mən nə çox mənə belə də bir yaxşı hiss verir, liderlik inkişafı sahəsində çox maraq görürəm. Şirkətlərin sayı artır ki, o liderlik inkişafı haqqında düşünürlər, fikirləşirlər. Bizim yüksək potensiallı işçilərimiz kimdir, neyə bilərik ki, onları o lider vəzifələrinə gətirib çatdıraq, qiymətləndirmə keçirirlər. Belə bir halları görürəm və mənə çox xoşdur ki, bu halları... Tamamilə doğrudur. Mən də əslində onu nəzərdə tuturdum ki, yəni şirkətlərdə liderlik baxımından, yəni korporativ dedikdə bunu nəzərdə tuturdum daha çox. Liderlərin inkişafı baxımından çox diqqət ayrılır. Yəni daha belə deyim, müasir lider modellərinə üstünlük verilir deyə burada karyer koçinqin çox önəmi var. Ancaq iş axtarış tərəfində biraz düşünərdim ki, azdır o inkişaf. Düzdür. İşimiz olacaq deməli. Təşəkkür edirəm Leyla xanım gəldiyiniz üçün. Mövzumuz bu qədər. Təşəkkürlər izləyicilərimizə, uğurlu izləmələr arzu eləyirəm. Ümid edirəm ki, mövzu onlar üçün ətraflı maraqlı olacaq.